company in smart cities, and I'm also the founder of Women Future. Communities Connect Cities şirkətinin baş icraçı direktoru və həm təsisçisiyəm. Bu, ağıllı şəhərlər üzrə ixtisaslaşmış ilk şirkətdir. Eyni zamanda Women Future Cities qlobal təşəbbüsünün təsisçisiyəm. Biz fəaliyyətə Omanda başlamışıq. Hazırda Bəhreyn və Iordaniyada da fəaliyyət göstəririk. WUF 13-də iştirak etdiyim üçün çox şadam. Bu forum bizim üçün əməkdaşlıq, müxtəlif nümayəndələr və spikerlərdən öyrənmək, təcrübə mübadiləsi aparmaq baxımından böyük imkan yaradır. Həmçinin bizi gözəl Qarabağa apardıqlarına görə Qlobal Cənub GHT platformasına təşəkkürümü bildirmək istəyirəm. Bu səfər zamanı biz Qarabağda ağıllı şəhər və kəndlərin real nümunələrini görmək və araşdırmaq imkanı əldə etdik. Məmnunluqla bildirmək istəyirəm ki, məhz bu forum çərçivəsindəki danışıqlar nəticəsində Women Future Cities təşəbbüsünün 2 yeni bölməsini Peru və Kamerunda istifadəyə verdik. Ümid edirəm ki, gələcəkdə dünyanın digər ölkələrində də fəaliyyət göstərəcəyik. Hesab edirəm ki, bu forumdan irəli gələn təcrübələr hər kəslə paylaşılmalıdır. Çünki buna ehtiyac var. Bugün ağıllı şəhər anlayışı artıq sadəcə trend ifadə deyil. Bu, məskunlaşma ilə bağlı məsələdir. Biz davamlılığın və inklüzivliyin qorunduğu şəhərlərdə yaşamalıyıq. Bu, mənim Azərbaycana ilk səfərimdir və deməliyəm ki, mən bura vuruldum. Yeməklər çox ləzzətlidir, insanlar çox mehriban və qonaqpərvərdir. Hər şeyə görə çox təşəkkür edirəm. So is it your first time in Azerbaijan? Did you like it here? This is my first time, and I have to say that I fall in love, and the food is so delicious.